Belə uşaqlar, demək bizim birinci take portumuza yaxınlaşır, az qalıb. Birinci take portumuz bizdə 85-də idi uşaqlar. 85-də də yerini dəyişməmişəmsə, deməli 85 3 olub. Yəni yerini dəyişmişəm yəqin. Biraz 85-də idi. Bunu 85 eləyək. 85-də idi. Hazırda yaxınlaşır. Take porta yaxınlaşır. Baxaq görək götürəcəkmi? İkincisini çəkmişik, aşağı çəkmişik. Nə üçün bu kilitdir deyənə ona görə aşağı çəkmişik bunu. Hələ ki bunu gözləyirik, görək nə olur. Mənim fikrimcə dəyəcək. Siz nə düşünürsünüz? 85 baxaq. Deməli, Lao 85 90 gəlir aşağı. Biraz gəlsə hemen bağlayacaq. Aha. Və biraz da az qaldı. Ən həyəcanlı anlardır uşaqlar. Ən həyəcanlı anlar yaşanır. Elə vaxt olur ki, uşaqlar bir pips qalmış geri qayıdır. Yəni o çox pisdir. Baxaq. Baxın, azca bir pipsdən buradan elə vaxt olur ki, geri qayıdır uşaqlar. Biz yerlərini səhv salmışıq, deyəsən. Bunu biz bura qoymalıyıq. Bunu isə bura qoymalıyıq. Yerlərini səhv salmışıq. %83 yox, 85. Səhər 85-ə qoymuşduq, düzdür. Əslində düz bu nə qədər gəlib aşağı? Ha, 84-50 olub uşaqlar. Biz 85-ə qoymamışıq bunu. Biz biraz da aşağı qoymuşuq bunu. Əslində 85 buraymış. Bu 85-ə qoymuşduqsa, 84-50-yə dəyibsə, bunu bağlamalıydı. Biz aşağı çəkmişik. Yəni düzgün eləməmişik. Amma bu uşaqlar problem deyil o. Amma bu 0.22 ilə olan biraz aşağı qoyuruq ki. Nə üçün? Çünki yəni birdən bir yana aşağı düşər. Ümumiyyətlə bu istiqamətdə yəni gəlir aşağı. Bir çoxları belə hallarda bir dənə də sel verirlər. Əslində o riskdir. Məsələn necə? Tam ki bir çoxları götürüb burada əməliyyat verib burada və take portu aşağı qoyur. Düşdükcə də qalxdıqca da sel verir. Yəni düşdü korreksiya verəndə sel. Amma bu deməli scalpingdə o. Yəni onu məsləhət görmürəm sizə. Məsləhət deyil. Nəysə biz gözlədik ki, bir sevindirici hal olsun. Bu da ki gəlmədi aşağı. Gəlmədi ki biz bunu bu bağlansın. Əslində bağlanmalıydı. 85-ə sadəcə olaraq yerini dəyişmişik. 85 nə qədər olub? 84-50 olub bu. 84-60'dır neçə də olub. Yəni bunu %100 85-ə qoysaydı bağlayardı. Yəni çoxlarının əməliyyatları 85-də bağlanıb. Belə uşaqlar, bizim bugünkü əməliyyatımız uğurla nəticələndi. Və burada gəlirlər budur. Bunlar da bu iki əməliyyat da gəlirlərdir. Yəni ondan 2-3 dənə əməliyyatdır hal-hazırda açıqdadır. İkisi gəlirdədir, bir də indi açdıq. Belə baxın, elə vaxt olur ki, bir pips görürsünüz yerini dəyişəndə belə olur. Burada bir çox traderlər nə edirlər? Bu belə qalxanda yenə götürüb yenə balans dözmür ona. Ümumiyyətlə, məsələn, elə şirkətləri var, demək, marjinal ticarət xətti birin 50-yə, birin 20-yə, birin 100-ə olanlar var, ona pul çatmır, belə dalbadal əməliyyatı verəndə. Amma elə şirkətlərdə var ki, birin 500-ə, birin 1000-ədir, onlarda nə qədər istəyirsiniz əməliyyat verə bilərsiniz.
Belə gözləyək də, yəni mən üçün də çox maraqlıdır ki, nə üçün bu biz ona 85-ə təyin eləməmişik. Yəni əlimiz dəyib yəqin aşağı çəkmişik. 83-ə çəkmişdik onu. Belə bu əməliyyat bağlandı. Bu əməliyyat bağlandı. Bu əməliyyat bağlandı. 17 dollarla bağlandı. Bu əməliyyatda gəlir bağlamağa. Yəqin ki, bunu da bağlayacaq. Belə əzizlərim, yəni yormayım sizi. Yəni bugün Bitcoin-da deməli alış əməliyyatlarında gəlirlə nəticələndi. Neftdə də gəlirlə nəticələndi. Qızılda da demək olar ki, biz 5100 onlarda açdığımız əməliyyatlar maşallah olsun, yəni rahat bir şəkildə 25 dollarlıq bir enişlə nəticələndi. Oldu, hələlik sağ olun. Yəni problem deyil, bunlara ikisini, üçünü də bağlaya bilərəm. Heç bir problem yoxdur. Yəni sadəcə olaraq bir eksperiment kimi göstərdim ki, baxın bu da bağlanır. Baxın biraz gəlir, azca gəlsin, bir yarımca pips gəlsin aşağı, o da bağlanacaq. O da bağlandı. Bu da bağlandı. O da bağlandı. Söh. Əla. Bizdə bir dənə bu qalıb. Bu da ki, deməli, trailing stopu bilmirsinizsə, telefonda, məsələn, deyək ki, gəlirdədir, stop lossu qoymuşduq, məsələn, bura. Stop lossu çəkirsiniz, gətirib qoyursunuz bura. Əgər yuxarı qalxanda yenə gəlirlə bağlasın. Hələlik uşaqlar, uğurlu olsun, xeyirli olsun. Take Profitimiz əla işlədi. Sağ olun, görüşmək ümidi.